Azərbaycan rəsmi şəxslərin regionda sülhə can atdıqları barədə bəyanatlarına baxmayaraq, dövlət səviyyəsində yenidən Gəğarkunik vilayətini və Sevan yolunu Azərbaycan torpağı kimi təbliğ edir. Xüsusilə Azərbaycan İctimai Televiziyası son reportajdan Göyçək yolunun ətrafında başlığı ilə bir hissə yayımlayıb, hansıda ki, ilk saniyələrdən təxribatçı bəyanatlar səslənir. Tarixən və qədimdən Azərbaycana məxsus olan bu torpaqdır Göyçək gölü və onu bitişi Göyçə mahalı deyə aparıcı videonun giriş sözündə ərazini göstərərək bəyan edir və bununla da Gəğarkunik vilayətini Azərbaycanın tarixi ərazisi kimi təqdim edir. Həm İlham Əliyev, həm də digər Azərbaycan rəsmiləri çox açıq mətnlə danışırlar ki, ermənilər və Ermənistanla problem heç vaxt Qarabağla məhdudlaşmayıb. Üstəlik, onlar etiraf edirlər ki, Qarabağ münaqişəsi mövcud olduğu müddətcə onlar Ermənistan Respublikasına qarşı açıq işğalçı planları çıxış etməyə risk etmirdilər. Qərbi Azərbaycan işğalçı proqramı İlham Əliyev tərəfindən Praqada Paşinyan-Əliyev görüşündən 2 ay sonra 2022-ci ilin dekabrın 24-də dövriyyəsində buraxıldı. Bugün Azərbaycanda dövlət təlimatı ilə Ermənistan Respublikasının ərazisini Qərbi Azərbaycan adlandırılır. Bu təliminin heç bir coğrafi, faktiki, tarixi və hətta məntiqi əsası yoxdur. Lakin bunun əvəzinə uzaq görən çox təhlükəli niyyətləri malik ki, bunlar heç bir şəkildə sülh haqqında yüksək səslənən bəyanatlarla üst-üstə düşmür. Norveçli ermənişünas erməni xalqının dostu Sven Erik Rizen özünə erməni adı olaraq Digran Van adını seçib. Erməni soykırımı haqqında çoxsaylı məqalələrin və Norveçdə oxunan mühəssisələrinin müəllifi 2 kitabla nəşr etdirib. Ermənistan, mən niyə Ermənistanı sevirəm və Artsaqda 44 gün. Sven öz video müraciətlərindən birində deyir ki, erməni girovların azad edilməsi və əsl sülh olduğunu təqdirdən Norveç xalqı Trumpın namizədliyini dəstəkləyərək, lakin bütün bunlar üçün açıq mane Aliyevdir. Məhz bu an cənab Sven ilə əlaqə saxlayacağıq, onu Artsağı öz vətəni kimi sevməyə niyə sövq edəyini və onun özü ilə dövlətinin Bakıdan erməni əsirlərin qaytarılması istiqamətində hansı səyləri göstərdiyini anlayaq. Salam cənab Sven, sizinlə əlaqəyə çıxdığım üçün çox şadam və vaxtınızı itirmədən suallara keçək. Seçmə erməni kimi sizi əsirlərin qaytarılması ilə bağlı cənab Trumpın müdaxiləsini tələb edən təşəbbüsə qoşulmağa məhz niyə motivasiya etdi? I have been working on Armenian issues for Mən 12 ildir ki, erməni məsələləri ilə məşğul oluram. Mən 44 gün haqqında kitab yazmışam. İşğal başlayanda və Stepanakert, Xankəndi ətrafı ərazilər tutulanda və müharibə başlayanda mən çoxlu qaçqına kömək etdim və sonra müharibədən sonra da əlaqələrimi davam etdirdim və aclıq başlayanda onlar yeməyi və hər şeyi bağlayanda və həmçinin bütün ermənilərin çıxarılması ilə bağlı. Beləliklə Trump sülh danışıqlarına başlayanda və ya kömək edəcəyi zaman, çünki əslində o başlamışdı, düşündüm ki, bəlkə mən sadəcə kömək edə və ya insanları baş verənlər barədə məlumatlandırmağa cəhd edə bilərəm və Livanda uzun illər ermənilərlə yaşamış Alman dostum Jonathan Spangenberg bu qrupu yaratdı. Beləliklə onların bu qrupu var idi və o sülh forumu qarşısında nümayiş keçirmək üçün Norveçə gəldi və mən də qoşuldum və bəzi insanlarla tanış oldum. Və indi onlar məndən Nobel sülh mükafatı, onun necə işlədiyi barədə soruşdular. Mən onlara dedim ki, bu çətindir, çünki Trump Norveçdə Norveçlilər arasında o qədər də populyar deyil, çünki o əslində bu il Nobel sülh mükafatını almağı tələb etmişdi. Amma düşünürəm ki, bir çox insanla danışdım və onlar deyirlər ki, əgər siz həqiqətən haradasa sülh yaratsaz, girovları azad etməyi bacarsaz və Ermənistanla Azərbaycan arasında sülhü yekunlaşdıra bilsəz, əlbəttə ki, o gələn üçün Nobel sülh mükafatına namizəd göstərilə bilər. Amma düşünürəm ki, o hərəkətə keçməlidir, çünki namizədliklər fevral ayına qədər təqdim edilməlidir. Nobel komitəsi fevraldan əvvəl olmasa belə ona sülh mükafatını verməyə qərara verə bilər, amma mükafatı həqiqətən istəyirsə hərəkətə başlamaq onun üçün yaxşı bir fikir olardı. Düşünürəm ki, bu onun həll edə biləcəyi bir məsələdir və çox təcilli 23 girov dərhal azad edilməlidir. Sizcə, beynəlxalq ictimaiyyət xüsusilə demokratiya və insan hüquqlarının prioritetlərindən ölkələr Azərbaycanın bu qanunlara sadiq olduğunu iddia edilən mənəvi öhdəliklərinə riayət etməməsini necə uzaqlaşdırırlar? Mən beynəlxalq ictimaiyyətin fəaliyyətsizliyindən narahatam, çünki İsrail və Qəzzadakı müharibə və ya digər məsələlərə gəldikdə onlar etiraz etməyə, sanksiyaları müzakirə etməyə çox cəld tərpənirlər, həmçinin hər bir ölkədə insanlar da çox reaksiya verirlər. Amma bu vəziyyətdə hər yer səssizdir və hamı nə baş verdiyini bilir, xüsusən Avropa İttifaqında və Norveçdə. Lakin onlar heç bir tədbir görmürlər. Onlar Azərbaycana qarşı mümkün olan yerlərdə neft, qaz sahələrində sanksiyalar tətbiq
tətbiq etməlidirlər. Bu çox vacibdir. Əgər Azərbaycan və ya Əliyev heç bir sanksiya ilə üzləşməsə, etdiklərinə görə heç bir cəza almasa, mən Ermənistanla Azərbaycan arasında heç vaxt sülh olacağına inanmıram. Əliyev demək olar ki, sülh sazişini qəbul etməyə məcbur edilməlidir və əlbəttə ki, sülh sazişində hərbi əsirlər saxlanılmır və beynəlxalq hüquq normaları pozulmur. Ancaq o bunu edir. Mənim fikrimcə, sülh sazişinə həmçinin artsaq, Dağlıq Qarabağ sakinlərinin öz evlərinə qayıtması da daxil edilməlidir və bəlkə o zaman onlar beynəlxalq sülh məramlarının nəzarət altında yaşaya bilərlər. Amma əslində sülh sazişi geri qayıtmaq istəyən ermənilərin bunu sülh şəraitində edə bilməsini təmin etməlidir. Cənab Sven, sizcə Azərbaycanın işğal olunmuş ərazilərdə erməni yer adlarını Azərbaycan adları ilə əvəz etmə siyasətini ən təhlükəli uzunmüddətli nəticələri nələrdir? Bəli, bu böyük bir problemdir. Hər kəs bilir. Tarixçilər bilirlər ki, Azərbaycan 1919-20-ci illərdə yaranıb. Və bunlar Azərbaycan torpaqları deyil, Türk torpaqları deyil və o, tarixi yenidən yazmağa davam edir. Məsələ burasındadır ki, o bunu insanlara deməyə davam etdikcə, təslim olmadıqca, onların təşkilatları var. Yaxşı, mənim babam filan yerdən gəlib deyən insanlar var. Və bu, hər dəfə Ermənistana bir hücumdur. Və əgər ermənilər yaxşı, biz Ararat ətrafında yaşamaq istərdik, Ağrı dağına çıxışımız olmasını istərdik deməyə çalışsalar, onlar dəli olurlar. Onlar, siz irredentisiniz, siz intiqam istəyirsiniz, bu dağ bizimdir deyirlər. Çünki onlar təbii ki, hər şeydə Türkiyəni dəstəkləyirlər və bu çox bir tərəflidir. Onlar hər şeyin öz istədikləri kimi olmasını istəyirlər və əgər ermənilər ən azından malik olmalı olduqları bir şeyə qeyd etməyə çalışsalar, onlar dəli olurlar. Və bu, siyasətçilərin üzləşməli olduğu bir şeydir və problem də budur. Siz Ermənistana turlar təşkil edən bir kimi ölkənin mədəni dəyərliyindən görmüsünüz. İndi Azərbaycanın nəzarətində olan ərazilərdə erməni mədəni irsinin kilsələr, xaçkarlar və s. sistemli şəkildə məhv edilməsi və mənimsənməsi sizi nə dərəcədə narahat edir? Bir böyük bir problemdir və bu bir cinayətdir. Və bu əslində erməni, çox köhnə və hətta dünya UNESCO abidələrini, binalarını, 3000 il orada yaşamış bir xalqın mədəni irsini mənimsəməkdir. Və bir gündə onu sadəcə buldozerlə sökürlər və ya Alban kilsələri kimi bir şey adlandırırlar. Amma onlar heç vaxt belə olmayıblar. Onlar erməni kilsələridir və onlar tarixi yenidən yazırlar. Və bu da bir ölkənin tarixi yenidən yaza biləcəyi çox ciddi qəbul edilməli olan vacib bir şeydir. Bu soyqırımın inkarı kimidir və ondan sonra Anadoluda, Qərbi Ermənistanda baş verənlər yenidən təkrarlanır. Və bütün bunların baş verməsinin səbəbi əlbəttə ki, bizim soyqırımı tanımamağımızdır. Dünya yalnız 32 ölkə və ya o qədər və Türkiyəyə heç bir təzyiq yoxdur və onlar irəliləyə biləcəklərini düşünürlər ki, çünki Azərilər onların qardaşları kimidir və bir-birlərini dəstəkləyirlər. Küprə, Şimali Küprə baxsanız, orada Yunan məbədləri və ya Yunan kilsələri və ya manastırları qalmayıb. Onlar hər şeyi sadəcə buldozerlə sökürlər və bu onların etdiyi yoldur. Və sonra deyə bilərsiniz ki, yaxşı, bu bizim torpağımızdır. Burada erməni yox idi. Burada ermənilər və ya Yunanlar yox idi. Beləliklə, bu onların izlədiyi sistemdir. Və məktəbimdə olan Norveç tarix kitablarından birində, bu indi köhnədir, yenilərimiz var. Amma sonra şagirdlərimdən tarixin iki fərqli mədəniyyətdən necə fərqli şəkildə təyin edilə biləcəyini müəyyənləşdirmələrini istədilər. Və bu misalların hər ikisində Türkiyə istifadə olunmuşdu. Türkiyə Küprə qarşı, Türkiyə Ermənistana qarşı. Beləliklə, onlar tarixi yenidən yazmağın ustasıdırlar və o qədər çox təkrarlayırlar ki, bir müddət sonra bir çox insanlar üçün həqiqətə çevrilir. Və buna görə insanları maarifləndirmək, insanlarla danışmaq, insanları məlumatlandırmaq çox vacibdir. Və mən bunu həyatımda çox vacib bir vəzifə olaraq görürəm. Çünki mən ora ilk dəfə gedəndə Ermənistana aşiq oldum, həqiqətən də oldum və kitablarımı yazmağa başladım. Beləliklə, Ermənistan haqqında 3 kitab yazdım və düşünürəm ki, bu fantastikdir. Bilirsiniz, ermənilərdən aldığım rəylər, amma Norveçdəki insanlara bu biliyi bölüşə bilmək daha da fantastikdir. Çünki bildiyiniz kimi, sizin qəhrəmanlarınızdan biri Nonsen adlı bir Norveçlidir.
Və düşünürəm ki, onun irsi çox vacibdir. Və əlbəttə ki, mənim ölkəm erməni soyqırımını tanımır. Rəsmi olaraq Norveçdə hər kəs bunu tanıyır. Mən onlara bunun nə olduğunu görməyə kömək etmişəm. Amma məlumatda olmayan insanlar deyəcəklər ki, bunun soyqırım olub olmaması müzakirə olunur. Və müzakirə olunmayıb. Olub və buna görə biz onu belə adlandırmalıyıq. Və Ermənistan və Azərbaycan arasındakı münaqişədəki aqressiv hissə ilə eyni şeydir. Əgər buna münaqişə demək olarsa, Azərbaycan sülh prosesini dayandırır, etməli olduqlarını yerinə yetirmir və bu bir problemdir. Bir daha çox vacib müsahibə üçün çox təşəkkür edirəm. Sağ olun.